Yalçın bəyin bir gün layihəsinin çəkilişini etdik. Hansı ki, Fatma xanımın 57 il sənət yubileyi və doğum günü. Tamaşaçılar izləsin. Fatma Mahmudovanın gözəl bir günü yaşadıq. Sənətçi dostlar da onun haqqında gözəl fikirlər səsləndirdi. Fatma xanım, Allah sizin canınızı sağ eləsin. Nə yaxşı ki, bu sənətdə Fatma Mahmudova kimi sənətkarınız var. Bəli, və çəkilişdən sonra Fatma xanım bizi qonaq edib, çox sağ olsun. O bizi həmişə dəyərləndirir. Hər bir sənətkarın işi deyil ha. Diqqət ayırsın. Çox sağ olsun Fatma xanım. Evdə danışqanlığıdır, bura yaxşıdır. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Sizə Çox gözəl məkandır. Ayrıca rola da bilməzdik. Bəli, bir yax maşında da söylədim. Fatma xanım çox gözəl sənətkardır, dəyərli sənətkardır. Allah can sağlığı versin. Mükəmməl bir gün oldu. İnşallah izləyəcəksiniz, görəcəksiniz. Olsun, harda gedək çəkilək. İnşallah Ağdamda çəkiliş edək. Şənbə günü 18:00-da gözünüz Arbit televiziyasında.